İmam Hadi aleyhissalam buyurur ki, Atib fulanən. Birinə deyir ki, dostuna, deyir, get filankəsi tənqid elə. Elə bil İmam Hadi öz dostuna deyir, öz səhabəsinə deyir ki, get başqa səhabəni filankəsi tənqid elə. Və qulləhu, innəllaha izə ərada bi abdin xeyra, izə utibə qəbilə. Deyir, ona denən ki, Allah bir bəndənin xeyrini istəyəndə, Allah birinə xeyir vermək istəyəndə, ona bu xüsusiyyəti verir ki, onu tənqid eləyəndə qəbul edir. Kimdə bu varsa o yaxşı adamdır. Allah deməli ona çox xeyirlər verəcək. İsa aleyhissalam həvarilərini tənqid edir, ətrafını, dostlarını tənqid edir. Necə tənqid edir? Deyir, mən sizə baxıram, sizdə belə bir xüsusiyyət görürəm, bu pis şeydir. Sizdə belə bir xüsusiyyət görürəm ki, sizdə olmayan bir şeyi, daha doğrusu, sizdə olan bir eybi sizə cəmaat deyəndə, siz qəzəblənirsiniz. Və sizdə olmayan bir yaxşılığı deyib sizi tərifləyəndə sevinirsiniz. Qəribə bir şeydir adam doğrudan. Bilirəm ki, məndə bu yoxdur. Cəmaat deyib, bunda bu var. Mən də inanıb sevinirəm, qoşuluram onlara. Demirəm ki, axı, məndə yoxdur bu. Məndə bu fəzilət yoxdur. Hələ olsa belə gərək sevinməyim. Olsa belə gərək sevinməyim. Təriflənəndə sevinmək zəif adamın əlamətidir. Bilirsiniz niyə? Sevinəndə adam dayanır. Özündən razı olan adam dayanır. İki halda adam dayanır, hərəkət eləyə bilmir. Bir, məyus olanda məndən heç nə çıxmaz, dayandı. Bir də ki, mən artıq çatmışam. İki halda da dayanır. Ona görə bizə deyirlər ki, nə məğrur olun, nə məyus. Nə məğrur olun, nə məyus. Bir dənə bu xüsusiyyət, kifayət ki, adam cəhənnəmə getsin, inanırsınız? Bax, Quran ayəsini deyim sizə. Bir dənə bu xüsusiyyət bir adamda olsa ki, moizə eşitmək istəmir, bir adam ona bir söz deyəndə əsəbləşir, acığına gəlir, ağır gəlir qəbul eləmək, Quran deyir ki, bu bəsdir ki, adam geçsin cəhənnəmə. Bax, belə buyurur. Buyurur və izə qilə ləhuttəqillah. Deyəndə ki, Allahdan çəkin, buna deyəndə ki, təqvalı ol, mənəviyyatda ol, görərsən ki, əxəzəthul izzətu bil ism, fəhəsbuhu cəhənnəm və ləbi'səl mihad. Deyir, buna deyəndə ki, təqvalı ol, buna toxunur, bunun təkəbbürünə toxunur və bunun yeri cəhənnəmdir və o nə pis yerdir. Görürsünüz necə Allah yolu incə yoldur, çox incə yoldur. İnsanda nöqsan budur ki, kamil olmaq istəyir, özünü kamil zənn eləyir. İnsanda kamala bir meyl var, istək var. Ona görə də ona nöqsan deyəndə özünə yaraşdırmır. Adam özündə nöqsan görəndə hansı hala düşür? Onda istiğfar halı yaranır. Bizim bu gecəki halımız. Mən bu neçə dəqiqə duadan qabaq söhbətimdə sizdə bu halı yarada bilsəm ki, bəlkə də siz daha yaxşısınız, məndən bilmirəm. İnşallah ki, mən belə hesab edirəm. Həmişə deyirəm ki, mən burada oturmağıma baxmayın. Qədr gecəsinin Allahı şahiddir ki, mən burada olan hər bir kəs özümdən artıq bilirəm. Hər bir kəsi, balacadan böyüyə qədər. Nə də bir belə, bunu belə necə deyim sizə, belə hoqqabazlıq, oyunbazlıq eləmirəm. Allahım şahiddir ki, mən belə hesab edirəm. Sadəcə indi mənim üzərimə düşüb də danışmaq. Hərənin bir vəzifəsi var. Mənim vəzifəm budur. Yoxsa ki, söz danışmağa qalsa, mənim dilim qısadır. Mən gərək düşüm, deyim, burada layiq adam varsa gəlsin, burada otursun. İndi işimiz belə gətirib danışmalıyam və mənim vəzifəm burada bundan ibarətdir ki, sizdə bugün üzrxahlıq halı yaradım, o halla gedək, hər işimiz düzələcək. Əmin olun. Əmin olun, inşallah Allaha təvəkkül, hər işimiz həll olunacaq. Nöqsanı görmək gözəl haldır. Üzrxahlıq halı gözəl haldır. İstiğfar nədir bəs? İstiğfar Allah huzurunda günahları etiraf eləməkdir. Bilirsiniz niyə? Bilirsiniz bunun fərqi nədir? Adam, psixoloqlar nə deyir? Deyir, adam çox da eyblərinə köklənməsin. Mən buyam, bilirsiniz nə olur? Bütün eybləri görəndə sonra ümidsizləşmə yaranır adamda. Psixoloqlar bunu deyir. Amma Allahın huzuruna gedib, səhvləri və etiraf eləyəndə ümidsizlik yaranmır. Çünki sən rəhmli Allahın huzurundasan. O deyir, gəl mənə sadəcə etiraf elə, mən düzəldim. İmam Səccadın duası nə gözəldir. Deyib, baxıram əməllərimə. Əməllərimə baxanda canıma qorxu düşür. Deyirəm, bu əməllə mən batdım. Qorxu düşür. Əməllərimə baxanda mən özümə belə qiymət verirəm. Deyirəm ki, deyirlər ki, Ramazan ayı bəndənin ən gözəl halıdır. İl ərzində bizim ən gözəl halımız Ramazan ayındadır.
Sonra deyirəm ki, ən gözəl halım budursa, gör mən nə gündəyəm. Ən gözəl halda, bundan patologdur da bu, 100%'dir. Bundan o yana yoxdursa, mən indi, bu da Ramazan ayının hesabına deyəm, mən hünər eləməmişəm. Ramazan ayının hesabına. İmam Səccad Əleyhisselam deyir ki, elə ki, baxıram əməllərimə, məni dəhşət bürüyür, qorxu düşür canıma. Deyirəm, mən batdım, sonra. Sonrası olmasa, Allah eləməsin, adam gedər intihar eləyər. Amma sonrası var. İmam Səccad Əleyhisselam deyir ki, sonra gözüm sənin rəhmətinə sataşır. Və məndə tamah yaranır bağışlanmağa. Yəni, qorxu gedir, ümid gəlir. Çünki mən deyirəm ki, mən əməlimə söykənmirəm axı, rəhmətinə söykənirəm. Rəhmətinə də qaldısa, rəhmətin sonsuzdur. Niyə bağışlamayasan ki? Yaratmısan bağışlamaq üçün. Yaratmısan islah eləmək üçün. Mən hər gün burada söhbət eləyirəm də, burada bu qədər adam olmur, gün ortalar, az adam olur. Amma yazılır da, qulaq asa bilərsiniz. Mən orada bu sözü demişəm və bunun istinadım da Quranadır. Allah bağışlayanda necə bağışlayır? Deyir, yaxşı keçdim sənin üçün yox. Bağışlayanda bir necə bağışlayır? Nə ki, pisliklər var əməl dəftərində. Pozur, həmin qədər yaxşılıq yazır. Görsünüz necə, gözəl Allaha qonaq gəlmişik bu gecə. Bir alim deyirdi ki, ilahi, bizi bağışda ki, göylərə qədər savabımız olsun. Mənası nədir bunun? Yəni, göylərə qədər günahımız var. Asimana, göyə, ərşə qədər günahlarımız var. Bağışlayan kimi nə olur? Bu günahlar savaba çevrilir. Bağışlanan kimi, görün nə qədər, mən danışa-danışa özüm heyrətlənirəm. Günahlar çevrilir, olur savab. İndiyə qədər günahı ərşə qədər idi. İndi savaba ərşə qədər oldu, bir anın içində. Anın içində günahlarınızdan keçirəm. Allah deyir, günahı heç kəsə danışma. Adam var, namaz qılır, deyir, indidən uzaq. O vaxt oturmuşduq falan, olmaz bunu demək. Oldu, keçdi, dilvə gətirmə günahı. Keçmişdə neynəmsən, oturub danışma heç yerdə. Amma Allah deyir, mənə olar. Mən bilirəm də onsuz da. Gəl otur xəlvətdə ikimiz. Otur, dilvə gətir bir-bir. Deyirəm, mən bunu eləmişəm. Dilvə gətir, etiraf elə. Ümumi demə, ilahi məni bağışla. Etirafda bir şey var. Etirafda təvazökarlıq var. Xəlvətdə gəl özümə dinən. Dinən, sən özün bilirsən, amma mən də deyirəm. Deyirəm nə üçün? Çünki mən təkəbbürlü bəndə deyiləm. Mən etiraf eləyə bilirəm. Deyir, vallah, and olsun Allaha. Vallah yananda olsun Allah. Biz demirik, vallah. Vallah, hədisdə gəlir, vallah, mə yəncu minə zəmb illa mən əqərrəbi. And olsun Allaha, günahdan nicat tapmır, İnsan günahdan nicat tapmaz, ancaq o halda nicat tapar ki, etiraf eləsin, dilinə gətirsin. Desin ki, bu gecə vaxt tapın, oturun xəlvətdə, 5 dəqiqə, 10 dəqiqə, deyin ki, mən bu filan günahları eləmişəm. Bunun mənası bir üstünədir, yəni başa düşdüm. Allah elə hər şey eləyir ki, biz təki başa düşək. Başa düşmək balaca şey deyil. Başa düşürəm ki, səhv eləmişəm. Bu başa düş, bəzən bizi başa salmaq üçün bizə bəla göndərir. Ki, bəlkə biz ayılaq. Başa düşsə əgər bəla göndərməz. O artıq rəhmət olar. Bizim çoxumuza bəla nə üçün gəlir? Ki, biz başa düşək. Tövbə nə üçün bəlanın qabağını alır? Çünki deyirsən ki, bəla ilə başa salmayacaqdın, özüm başa düşmüşəm. Özüm etiraf edirəm. Başa düşdünsə vəssalam. Deyir, bağışlayın da mənə lazımdır, bu başa düşsün. Günah çox pis şeydir, sizə qurban olum. Günah çox pis şeydir. Günah bizi Allahdan uzaqlaşdırır. Günah bizi dünyada dəyərdən salır. Günah bizi qiymətdən salır. Günah bizi pis eləyir, yaxşı haldan çıxardır bizi, insanlıq halından çıxardır. Ona görə Allah deyir ki, günah yükü ilə qalmayın. Bizim gələcəyimiz necə olacaq? Hamımıza maraqlıdır da, sabah nə olacaq, bir gün, axırımız nə olacaq? Deyir ki, sizin gələcəyiniz keçmişinizin girovundadır. Keçmiş oldu, keçdi deyil. Eləmisənsə səbəb-nəticə qanunu var. Sən bugün elədiyin növbəti nəticəni doğurur, o növbəti nəticəni, o növbəti nəticəni. Belə, sənin həyat yolun keçmişin əsiridir. Keçmişdən asılıdır gələcəyin. Qədir gecəsi nədir? Qədir gecəsi gələcəyi keçmişin əsirliyindən qopartmaqdır.
Qədir gecəsi budur. Qədir gecəsi budur. Keçmişi bağışlamaq, sıfırlatmaq, təzə gələcək qurmaq. Yeni gələcək qurmaq. İndi görün, nə əzəmətli gecədir. Adam həyəcanlanır. Bugün mən işimi həll eləməyə gəlmişəm. Mən gəlmişəm istiğfarla, keçmişin yükündən azad olum, keçmişi sıfırlayım, yaxşı gələcək olsun mənim üçün. Ona görə deyirlər, Qədir gecəsi taley təyin olunur. Taley səndən asılıdır. Sənin indiki halva baxırlar, gələcəyin halını, taleyini müəyyən edirlər. Ona görə də qızıl fürsətdir bizim üçün. Qızıl fürsətdir, gecə oyaq qalmışsınız, gəlmişsiniz və keçmişimizi indi incələyəcək özümüz Allahla. Burada ümumi yox. Ki, mən buyam. Bu səhvlərim var. Məni bağışla ki, gələcəyim keçmişimdən qopsun. Bu tövbə ilə bütün burada oturanların hamısının başına nə işlər gələcək, hamısı dəyişəcək bugün. Görün, nə əzəmətli göylərdə hal baş verəcək. Hamının taleyi bugün dəyişəcək. Təzə xət yazılacaq. Görün, Allah indi necə qüdrətli Allahdır ki, bu qədər tək-tək insanın taleyinə başqalarının da dəxli var. Hamının bu qədər adamın taleyini dəyişəndə, deməli, dünyada varlıq aləmində mühüm bir hadisələr baş verir. Bəşəriyyətin taleyi dəyişir. Hər gecə bu fürsət var. Allah deyir, get gecə namazı qıl, əli qaldır 300 dəfə denən əl-əf, 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 yəni əff elə məni. Bu əff elə deməkdə bir xeyir var. 70 dəfə denən əstəğfirullah Rabbi və tubulay. Hər gecə mümkün olsa bunu denən. Hər gecə yüngülləş, keçmişimin yükündən azad ol. Qədir gecəsi isə istisnadır. Ən azı bu gecə 100 dəfə deyin, əstəğfirullah Rabbi və tubulay. Ən azı 100 dəfə bu gecənin zikridir. Musa aleyhissalam deyir ki, ilahi, əzabdan nicat istəyirəm. Musa peyğəmbər. Əzabdan nicat tapmaq istəyirəm. Allah nə deyir? Buyurur ki, zəlikə limən istəğfərə fi leylətil qədir. Nicat tapmaq istəyən neynəməlidir? Qədir gecəsində istiğfar eləməlidir. Qədir gecəsində üzrxahlıq eləməlidir. Musa peyğəmbərə deyir. Bu gecənin bir namazı var. Bilirsiniz, yenə də təkrar edeyim. 2 rükət namazdır, 2 rükət. 2 rükət namaz. Həmddən sonra hər rükətdə 7 dənə İxlas surəsi oxuyun. Qul huvallah surəsi. Fatihəni dediniz, 7 dənə qul huvallah hər 2 rükətdə namazı bitirən kimi, ya səcdədə, ya elə belə. 70 dəfə deyin, əstəğfirullaha və ətubu iləy. 70 dəfə deyin və bununla da nə olur? Deyir ki, özünü də valideynlərini də Allah bağışlayır. Belə rahatdır, bəli. Allahı nə bilmişdiniz? Allah insanı bəhanəyə bağışlayır. Bəhanə axtarır bağışlamağa. Bir nəfər deyir ki, bir alim danışır, deyir, həcdəydim, bir dənə sadə ərəb idi. Yapışmışdı Kəbənin parçasından. Deyirdi ki, ilahi, səndən yaxşısını tanısaydım, onun qapısına gedərdim. Sən qapıva gəlmişəm. Səndən yaxşısı var, onun ünvanını verəsən gedim, yoxdursa, onda məni qəbul elə bu gecə. Allaha deyin ki, biz axtardıq, çox qapıları döydük, qapılar üzümüzə açılmadı. Axır başa düşdük ki, boş bihudə zəhmət çəkirik, sənin qapıva gəlmişik. Sənin qapıva gəlmişik. Səndən mərhəmətli şəxs tanımırıq. Hər il mən bu hədisləri deyirəm. Özüm qəsdən hər il deyirəm. Elə bilməyin danışmağa söz yoxdur. Rəhmət gecəsində bu dastanları danışmasam ürəyimə yatmır. Musa aleyhissalam münacat edir, deyir, ya Rəbbəl uləma, ya alimin, ey alimlərin Rəbbi. Peyğəmbər də cavab eşidir, ləbbeyk, eşidirəm səni. Ya Rəbbəl abidin, ey abidlərin Rəbbi, ləbbeyk, eşidirəm. Ondan sonra deyir, ey günahkarların Allahı. 3 dəfə nida gəlir, ləbbeyk, ləbbeyk, ləbbeyk. 3 dəfə deyir, eşidirəm, eşidirəm, eşidirəm. Musa aleyhissalam deyir, dedim, alimlərin Rəbbi bir dəfə cavab verdin. Dedim, abidlərin Rəbbi bir dəfə cavab verdin. Günahkarların Allahı deyəndə 3 dəfə cavab verdin. Deyir, mənim Peyğəmbərim, abidlər ibadətlərinə söykənir, nəyisə var. Alimlər elmlərinə söykənir, nələrisə var. Mənim günahkar bəndələrimin məndən başqa heç kəsi yoxdur.
Odur ki, onları xüsusi qarşılayıram. Allah ki, deyir, günahkarların məndən başqa heç kəsi yoxdur. Onları xüsusi qarşılayıram. Biz nə baş verir? Peyğəmbər, Əhl-i-Beyt, imamlar görür ki, günahkarları xüsusi qarşılayırlar. Hamısı günahkar libasında gedir Allahın qapısına. İştah yaranır. Ona görə Peyğəmbər də demir, mən Peyğəmbər kimi gəlmişəm. Deyir, mən günahkaram. İmam Səccadın dualarına baxın, deyir, ən günahkarı mənəm. Çünki görür, kim günahkar kimi gedirsə, xüsusi nəvaziş eləyir, xüsusi sığal çəkir. Bütün övliyalar günahkarlıq hissi ilə gedir Allahın qapısına.